Salam hər kəsə, mən Tamara müəllimə. Bugün sizinlə pozitiv case haqqında danışacağıq. İlk öncə xatırladım ki, onlayn dərslərimiz haqqında məlumat almaq üçün 077 325 70 77 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yəni keçək mövzumuza. Pozitiv case nədir? Pozitiv case ismin yəlik halıdır. Azərbaycanda bilirik ki, ismin 6 halı var. Adlıq, yəlik, yemin, təzyiq, geri çıxışlıq. Amma ingiliscə bu hal özünü iki formada təzahür edir. Adlıq hal və yəlik hal. Və yəlik halı biz iki yolla düzəldirik. Apostrof S ilə, S apostrofla. Biz apostrof S-i nə zaman istifadə edirik? Əgər mənim ismim təklərdirsə, məsələn, girl, olsun ki, və mənim ismimi təsnif edən sözüm də təklərdirsə, mən apostrof istifadə edirəm. Qızın çantası. Bir qızın çantası. Amma mənim ismim cəmdədirsə, məsəl üçün girls. Qızlar cəmdəsə, onlar çantalar da cəmdə olacaq. Girls, bags. Qızlar cəmdədirsə, yəlik hal üçün mən qızların çantası etmək üçün girls apostrof bags etməliyəm. Biz bu halda ismin yəlik halının bu formasını istifadə edirik. İngiliscə bəzi isimlər var ki, onlar həmişə, hər bir halda, mütləq apostrof S ilə düzələcək. Bunlar hansılardır? Kökündən dəyişən isimlər. Xatırlayaq, man, men, woman, women, tools, teeth, goose, geese, mouse, mice, louse, lice, foot, feet. Bunlar hər zaman və hər zaman mütləq və mütləq apostrof S ilə istifadə olunmalıdır. Bunun səbəbi nədir? Girl sözü S-nə cəmlənir. Amma ki, feet sözü S-nə cəmlənmir. Bu halda biz hər zaman apostrof S istifadə etməliyik. Məsələn, men's bags. Ya da men's bag. Men's bags. Bir insanın çoxlu çantası da ola bilər. Daha sonra hansılardı? Bunu dedim. Bunu tez silin. Kökündən dəyişən isimlər. Daha sonra 4 dənə heyvan adı var idi, əgər xatırlayırıqsa. Deer, sheep, swine, fish. Bu heyvan adları da S-ilə cəmlənmədiyinə görə biz bunlarla da hər zaman apostrof S istifadə edəcəyik. Və digər də i-lə düzələn oxen, oxen, child, children. Bunlar da i-lə düzəldiklərinə görə və biz bunları S şəkildə artırmadığımıza görə cəmlənərkən biz bunlarda apostrof S-lər düzəltməyə məcburuq. Amma ki, ingilis dilində yenə bəzi sözlər var ki, onlar yenə də apostrof S işləməyə məcburlar. Məsəl üçün, bizim neçə dünənimiz var? Bir dənə. Oldu, qutardı. Yesterday, today, tomorrow, sun, moon. Bu kimi sözlər cəmlənmir. Çünki bizim bir günəşimiz var, bizim bir ayımız var, bizim bir dənə bugünümüz var, bir dənə sabahımız var, bir dənə keçmişimiz var. Biz bundan həmişə apostrof S verməliyik. Məsələn, suns, apostrof, rays. Günəş bir dənədir, amma günəşin şüaları çoxdur. Yesterday's meeting. Dünən, məsəl üçün, ya da meetings. Dünən mən 5 dənə meetingə girə bilərəm, iclasada girə bilərəm, bir dənə iclasada girə bilərəm. Dünənin o bir dənə olduğu gerçəyin dəyişir? Dəyişmir. Yesterday's meeting hər zaman və hər zaman apostrof S istifadə olunur, işlənir. Buna da baxın, çünki testdə bunu bir də xatırladacağım. Bilək, keçək digər məqama. Əgər mənim mətn testində belə bir variant varsa, məsələn, a minute's walk. Bir dəqiqəlik yürüyüş. Burada məndə E artikl olduğuna görə və E artiklı bir mənasına gəldiyinə görə mən burada apostrof S verdim. Ola bilər ki, mən 5 dəqiqə yeridim. Artıq 5 olanda nə oldu? Minute sözü cəmləndi. Gördük mü? Onda biz nəyə istifadə edəcəyik? S apostrof. 5 minutes walk. Və yaxud da a minute's walk, a
few. Biz bilirik ki a few-dan sonra mütləq necə isim gəlməlidir? Cəm isim gəlməlidir. A few minutes walk. Və yaxud da many olsun. Many minutes walk. Some minutes walk. Yəni, a few-dan, many-dən, some-dan sonra mütləq cəm isimlər gəldiyinə görə və bizdə də burada minutes-i cəmləyə bildiyimizə görə, çünki children deyil axı bu minutes dəqiqələr ola bilər. Children uşaqlar olur, amma s-nə cəmlənmir. Dəqiqələr olduğuna görə biz s apostropunu rahatlıqla istifadə edə bilirik. Daha sonra biz apostrof s-i yerlik haldan başqa yerlərdə də görə bilərik. Nədir o? Is-in qısa forması. Əgər mənim mübtədam it, he, she-dirsə, demək ki, burada is-in qısa forması. She is coming. She is drinking. Mən o saat bilirəm ki, bu yerlik hal deyil. Bu is-in qısa formasıdır. Əgər apostrof s-indən sonra rəqəm 5 məsəl üçün. Number. Very. Söz önləri at, in, on, prepositions. Daha sonra about da burada daxildir, çünki testdə daha çox about görürük. Article, z artiklı, a artiklı, an artiklı. Daha sonra əvəzliklər, yerlik əvəzlikləri. My, your və digərləri. Və yaxud işarə əvəzlikləri varsa, this, that və onların cəm forması. Biz o saat bilirik bu is-in qısa formasıdır, yerlik əvəzliyi deyil. O saat çıxırıq bu varianta. Əgər apostrof s-dən sonra həzin qısa forması da ola bilər. Apostrof s-dən sonra got varsa, biz o saat dedik ki, aha, bu has got-un qısa formasıdır. Və yaxud da participle to varsa, məsəl üçün, Susan broken her leg. Susan ayağını sındırmışdı. Bu da broken participle to'dur. Break, broke, broken. Mən bunu qoyduğuma görə bu deyim ki, aha, bu həzin qısa formasıdır. Həzin qısa formasıdır. Onu götürməyim yerlik hal kimi. Eyni zamanda bu izə də aiddir. Əgər apostrof s-dən sonra məsələn, she olmasın, başqa bir şey yazın. Bizə yazaq Jane. Jane's coming today. Nə deyir? Deyir ki, Jane bugün gəlir. İzin qısa formasıdır. Amma və lakin, mən məsəl üçün testdə cümləni izləyirəm və görürəm ki, aha, ikinci bir xəbər var. Məsəl üçün, Jane's coming surprised us. Jane'in gəlişi yerlik hal oldu. Bizi təəccübləndirdi. Bizim xəbərimiz budur. Jane'in gəlişi bizi təəccübləndirdi. Mən bu zaman onu yerlik hal kimi götürə bilirəm. Eyni zamanda burada bir kənara çıxım. Let's varsa cümləmdə, bu da nəyə bərabərdir? Let us. Let's go, let us go. Bir şey də xatırladım. Bunu biz testdə də görəcəyik. İstəyirəm, biz də indi bunu qeyd eləyək ki, testdə görəndə çaşmayaq. Həzi, qotu bildik. Burada bunu da bildik. Broken'u da bildik. Coming'i də bildik. Əgər bizdə testdə heç bir apostrof işarəsi yoxdursa, demək ki, burada yerlik hal yoxdur. Çünki toplumdakı testlərdə var. Bundan qəbula da düşə bilər, niyə də düşməsin. Bu məqamda biz olduqca diqqətli olmalıyıq. Digər bir məqam, rəqəmdən sonra mütləq bizdə s apostrof olmalıdır. Bunu da bildik, bunu da bildik. İndi gələk, baxaq. Smith bizim bütün testlərdə görə biləcəyimiz məşhur ingilis soyadı. Əgər Smith sözünün qarşısına Mr. varsa, bu Smith ailəsində bir kişiyə bildirir. Mrs. varsa, bu Smith ailəsindəki bir qadını bildirir. Mən həmişə apostrof s verəcəm. Car. Car. Əgər z article varsa,
Mən o zaman S apostrof verməyə məcburam. Niyə? Çünki Smith ailəsinin bütün üzvlərindən danışır. Smith ailəsinin bütün üzvləri də çox olur. Məsəl üçün onların da bir dənə maşın olsun ya da çox maşın olsun. The Smith cars. Bir də deyirəm, əgər soyadın qarşısına Mr. Mrs. sözləri varsa, biz hər zaman apostrof S veririk. Amma soyadın qarşısında Z artiklı varsa, biz hər zaman S apostrof verməyə məcburuq. Bunda qulağımızda sır qeyd edək. Və gələk növbəti məqama. Əgər mənim cümləmdə baxıram, heç bir tüyo tapa bilmirəmsə, onda hansı məqama diqqət eləməliyəm? Apostrof S sonra nə var? Sifət mi gəldi? About mu var? Bunların hamısına diqqət elədik. Və bir şey də var. Əgər mənim 2 dənə sözüm varsa, məsəl üçün Jane and Susan. Burada da bir dənə ana var. Deməkdir bu ki, burada 2 məqam ola bilər. Mağaza təkdədirsə, demək ki, bu həm Jane-in, həm də Susan anasıdır. Əgər həm Jane-in, həm də Susan anasıdır, mən ancaq Susan-ı S artırıram, apostrof S artırıram. Jane and Susan's mother is happy. Jane və Susan'ın anası xoşbəxtdir. Amma və lakin məndə burada Jane and Susan var. Burada da mothers var. Aha, mən görürəm ki, Jane də var, Susan da var. Demək, anaları da çoxdursa, demək, hərəsinin öz anası var. Onda nə olur? Hər ikisini apostrof S artırıram. Are joining us. Bir də deyirəm. Əgər bir dənə anamız varsa bizim cümlədə, demək ki, bu həm Jane-in, həm də Susan anasıdır. Onda mən sadəcə sonuncuya apostrof S artırıram. Amma ki, məndə analar çoxdursa, demək ki, hər ikisinin öz anası var. O görə həm Jane-ə, həm də Susan'a apostrof S artırmalıyam. Bunu da xatırladım ki, testdə hair olur, eyes olur. Bunların hər ikisinin apostrof S olmalıdır. Bizim gözlərimiz, bədənimiz, saçımız, burnumuz ortaq ola bilməz. Hər kəsin öz bədən üzvləri var və bədən üzvləri hər kəsdə individual fərqli olduğuna görə biz hər birinə də apostrof S artırmalıyıq. Gəlin yenə bir neçə testə baxaq. Bir neçə test işləyək. Daha yaxşı mənimsək qaydanı. Baxın, 3-dən başlayaq. Mən nə dedim? Dedim kökündən dəyişən isimlər hər zaman apostrof S ilə işlənir. Kökündən dəyişən isim hər zaman apostrof S. Bir doğrudur, bir olmayanları götürdüm. Children, nə dedim? İyənlə düzələn isimlər. Ox, oxun, child, children. Həmişə apostrof S ilə olur. Görürəm, apostrof S-də 2 olmayanlar çıxdı, qaldı 5. 3 niyə səhvdir? Çünki dedim ki, deer, sheep, swine, fish adlı 4 dənə heyvan da həmişə apostrof S ilə olur. Çünki mən sheep demirəm, qoyunları belə cəmlətmirəm. Qoyunları sheep deyərək cəmlədirəm. 5 sheep, 10 deer. Rəqəm onu mən cəmlədə biləm. O görə 3 səhvdir. Kökündən dəyişən isimlər S apostrofla işləmir. Bu da səhvdir. Sportsmen-də doğrudur. Gəlin 4-ə də baxaq. Mən bayaq xatırlatdığım məqamlar var burada. Nə dedim? Dedim ki, apostrof S-dən sonra veri gələndə nəyin qısa forması olur? Is-in qısa forması olur. Getdi. Bu is-dir. Nə dedim? Apostrof S-dən sonra preposition gələndə is-in qısa forması olur. Getdi. Nə dedim? Let's olur as-ın qısa forması. Getdi. Bir də deyirəm, nə dedim? Apostrof S-dən sonra got gələndə has-ın qısa forması. Getdi. Bugün də bilgidən olduğuna görə bugünün tarixi cavab Y variantı. Bu kimi məqamlarda mütləq diqqətli olmalıyıq ki, testi doğru yazaq. Biraz gedək növbəti testlərimizə. Aha, 17. Baxıram, dedim ki, Z artiklı varsa, bir soyadın varsa, o bütün ailəni bildirdiyinə görə S apostrof olmalıdır. Səhvdir. Getdi. Children kökündən, yenidən düzələn isimdir. Həmişə apostrof S-dən düzəlməlidir. 2 də getdi. 3 cəmdədir, zil rəqəmdir. Ondan sonra gələn isim də cəmdə olmalıdır. Görürəm ki, days cəmdədir. Demək 3 düzdür. 4-ə baxıram, men kökündən dəyişən isim də apostrof S-dən olub. 3 də stopcaqdır. 5 niyə səhvdir? Mən nə dedim bayaq? If you-dan sonra, baxaq burada silməmişiksə. If you-dan sonra hər zaman cəmsim gəlməlidir. Cəmsimdə olur S apostrof. Baxıram, apostrof S verib. 5 də ona görə səhvdir. Bu variantı da ona görə çıxırıq. Cavab oldu D variantı. Aha. 37. These cəmdədir. Ondan sonra da S apostrof verməyim hər zaman doğru haldır. Bir düzdür.
This təkdədir, inventors cəmdədir. Niyə görə ki, this-ə sonra tək isim gəlməlidir. 2 səhv. 3-ə baxıram, those və people. People da S-dən düzəlməyən isimdir. Persondan yaranan people olur, cəm olur. Hər zaman cəmdə. Ona görə o da apostrof S-lə işlənir hər zaman. Baxıram, this-ə sonra main gəlib, bu da düzdür. Amma those cəmdədir. 9 niyə apostrof deyil? Səhvdir. 5-ə çıxdım. Burada da 2-ni çıxmışdım. 2, 5, 2, 5 qaldı. 1, 3, 4. 1, 3, 4. Sonlardan bir dənə də test işləyək. Bir neçə dənə daha doğrusu. Oy, baxaq. Steve is a. Steve is a. Steve is my. Getdi. Steve is writing. Çünki essay yazır. İndi yazır. Getdi, qaldı devam. Steve'in balaca qardaşı 5 yaşındadır. Mənim izim oradadır. Gəlin buna da baxaq. Yenə bizdən possessive case istəyir. Baxıram, the boy is playing. Hardan bildim? ING var. Bu bir. İkinci də mənim cümləmdə ikinci bir xəbər yoxdur. Demək ki, bu izin qısa forması getdi. Bax, bayaq bu cümlənin bənzərini yazmışdım. Mənim bacım bugün evə gəlir. Hardan bildim? Çünki ikinci xəbər yoxdur. Getdi. Və baxın, now varsa mənim cümləmdə. Bu demək ki, present continuousdur. Bu əsla yərkə deyil, izin qısa formasıdır. Onu da sildim. Getdi. Burada da got var. Görünür, görünür. Getdi, qaldı. Uşağın oyuncağı qırılmışdı, sınmışdı. Gəlin 53-də baxaq. Görürsünüz, apostrof S-dən sonra Z gəlib, bir də votdan işlənir. İzin qısa forması deyil. İzin qısa forması getdi. Burada got var. Got, həzin qısa formasıdır. Getdi. Burada change var, participle və ikinci bir xəbər yoxdur. Getdi. Not nəyə atıraram? İzi atıraram da. Getdi. Sabahki meeting keçiriləcək. Nə vaxt? Görünmür o hissə testdə. Bir dənə də test işləyək. Yetmiş ikini eləyək. Yetmiş ikini eləyək. Çox qəşəng testdir. Baxın, testdə biz hər zaman hər bir məqamı dəqiqliklə bilə bilmərik. Amma nə edəcəyik? Ən yadda qalanına başlayacağıq. Mən bilirəm ki, men və women hər zaman apostrof S-lə düzəlir. Baxıram, bir səhv yoxdursa cümləni axıra qədər oxumaq bütün qaydalarda ən önəmli şərtdir. Cümləni axıra qədər oxumalıyıq. Düzdür? Düzdür. Sonra baxıram. 4 olmayanları çıxıram. Görürsünüz, 3 variantım getdi artıq. Sonra mən ikinci yaxşı nəyi bilirəm? Soyadda. Z artıqlarında nə olmalıdır həmişə? S apostrof, görürəm yoxdur, görürəm yoxdur. 2 də getdi, usta çıxmışdım 2-ni. Sonra burada children's S apostrofu görürükmü? Niyə children's S apostrofundan olmalıdır? Children hər zaman apostrof S-dən olmalıdır. 3-ü də çıxdım. 1, 4, 5. Baxıram. 1, mən də dedim, bədən üzvlərimiz heç vaxt ortaq ola bilməz. Saç da bizim bədənimizin bir üzvüdür. O görə C-nin ayrı saçı var, qardaşının ayrı saçı var. Ona görə bizdə də apostrof S hər ikisində olmalıdır. 3-ü səhv götürmüş olsa 4 və 5. Burada da birds and insects nests. Niyə? Çünki quşlar ayrı yuvada yaşayırlar, böcəklər ayrı yuvada yaşayırlar. Hər böcəyin də öz yuvası ola bilər, hər quşun öz yuvası ola bilər. O görə S apostrof burada doğrudur.